Bismillahirrahmanirrahim. Cəmiyyətimizdə Allah Teala haqqında bəzi xoşagəlməz fikirlər mövcuddur. Misal olaraq, göydə Allah, yerdə filan kəs, Allah göydən baxır, o göydəki Allaha and olsun və s. Bəs bu ifadələr nə dərəcədə doğrudur? Elə bu sualın cavabını ən gözəl formada bizə Allah Azze və Cəllə özü və sevimli Peyğəmbəri Muhammed Mustafa sallallahu aleyhi və səlləm verə bilər. Uca Allah Quran-ı Kərimdə Şura surəsi 11-ci ayədə belə buyurur: Heç bir şey, heç bir xüsus sarıdan onun misli ola bilməz. Bir yerdə, bir məkanda olmaq, bilirik ki, məxluqata aid olan vəsflərdəndir. Allah Azze və Cəllə isə məxluqata aid olan nöqsan sifətlərdən münezzəhdir. Həmçinin Rəbbimiz İxlas surəsi 2-ci ayədə belə buyurur: O heç bir şeyə möhtac deyildir. Ayədən də açıq şəkildə anlaşıldığı üzrə Allah Azze və Cəllə heç bir şeyə möhtac deyildir. Bir yerdə, bir məkanda, göydə olmaq isə təbii ki, bir ehtiyacdır. Allah isə nəyəsə möhtac olmaqdan münezzəhdir. Bununla yanaşı, sevimli Peyğəmbərimiz Muhammed Mustafa sallallahu aleyhi və səlləm bir hədisində belə buyurur: Heç bir şey yox ikən Allah var idi. Bu hədisi şərif də açıqca onu göstərir ki, Allah Azze və Cəllə yerin də, göyün də xaliqidir. Yəni yeri də, göyü də yaradan Allah Azze və Cəllədir. Necə ola bilər ki, Allah Azze və Cəllə bir məkanı yaratdıqdan sonra ona hülul etsin? Həmçinin sağlam əql, fitrət belə bunu qəbul edir ki, Allah Azze və Cəllənin bir məkanda olması mümkünsüzdür. Çünki məkan məxluqdur, Allah isə xaliqdir. Qısacası, məkanın sahibi olan Allah, yaratdığı məkanın içində ola bilməz. Məkan mövcuddursa, deməli, sonradan yaradılıb. Lakin məkan yaradılmazdan öncə əzəli olan Allah məkansız olaraq yenə də mövcud idi. Yekun olaraq onu deyə bilərik ki, həm Quran-ı Kərim ayələri, həm Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədisi şərifləri, həmçinin sağlam əql belə sübut edir ki, Allah Azze və Cəllə bir məkanda deyildir. Vəlhamdülillahi Rabbil aləmin.